Gələn cümə artıq Ramazan ayında olacaq. Allah nəsib eləsin. Yəni gələn həftə artıq Ramazan ayı daxil olur. Və bəllər ki, sənin dərya hava qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zuhurunu təcil elə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, İzzətlə bu dünyadan köçməyi bizə nəsib elə. Allah o kəslər ki, dua istəyiblər, o qardaş bacılarımın duaların qəbul elə. Ekran qarşısında əyləşənləri, nə hacətləri varsa onlardan qəbul elə. İlah xəstələrimizi tezinə şifaya acil inayət elə, övladı olmayanlara övlad nəsib elə, subaylarımıza gözəl ailə nəsib elə, ailə müşkül olanların müşküllərin tezinə həll elə, borcu olanların borcların verməkdə onlara yardımcı ol, evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlah və Rəbb, sən and verirəm izzət və cəlalı var, Ramazan ayının günlərini yaşamağı, oruclarını tutmağı bizlərə nəsib elə. Şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə olan yaxınları, ailələri, övladları, qəlblərinə huzur və aramlıq nazil inşallah. Peyğəmbər və əhl-i beytinə salavat zikirlər.